Mexaniki saatlara başlanğıcımız maraqlıdır ki, məhz Aragon ilə olub. Və bu başlanğıcın ilk modellərindən biri də bugün haqqında danışacağımız Divemaster 42-dir. İlk baxışdan klassik diver üslubu dərhal hiss olunur. Amma diqqətlə baxanda markaya xas müəyyən xarakter də ortaya çıxır. Bizdə olan modellər qara və bənövşəyi siferblatlıdır. İşıq altında hər biri fərqli tonlarda özünü göstərir və müxtəlif bucaqlardan baxdıqda vizual olaraq daha dolğun, daha canlı bir görüntü təqdim edir. 42 mm-lik gövdə ölçüsü gündəlik istifadə üçün kifayət qədər yaxşıdır. Seramik bezeli alüminium və başqa materiallar ilə müqayisədə həm daha dayanıqlıdır, həm də ümumi görünüşə daha premium bir his qatır. Safir şüşədə cızılmalara qarşı əlavə üstünlük verir. Siferblatda isə iri indekslər və aydın əqrəblər var, yəni oxunuş rahatdır. Qaranlıqda lyuminasiya həm əqrəblərdə, həm də indekslərdə özünü normal göstərir və gündəlik istifadə üçün kifayət qədər yaxşıdır. Daxildə isə özünü sübut etmiş Seiko NH36 avtomatik mexanizmi işləyir. Saniyəni dayandırma və manual qurma funksiyaları da var və təxminən 40 saat enerji rezervi təqdim edir. Ümumi olaraq bu model mikrobrendlərin niyə sevildiyini yaxşı göstərir. Daha fərqli, daha seçilən və qiymətinə görə kifayət qədər güclü seçimidir. Sonda isə deyə bilərik ki, Aragon bizim üçün sadəcə bir marka deyil, mexaniki saatlara keçiddə bir ilk olmağı bacarıb. Divemaster 42 isə bu başlanğıcı bizim kimi fərqli bir modellə yaşamaq istəyənlər üçün çox uyğun bir seçimdir. Bizimlə qalın və bizimlə zamanı fərqli oxuyun.